12 yanvar 2026-cı ildə keçirilmiş OTK İngilis dili suallarının izahı. 56-cı suala baxaq. The news about the extreme weather very worrying. Deyir, hava haqqındakı məlumatlar çox narahat edici idi. Hava sayılmayan isimdir. Hava sayılmayan isim olduğuna görə onun xəbərdə təkdə olmalıdır. Burada isə A, D, Y və C-dəki variantlardakı xəbərlər isə cəmdə olduğuna görə 56B. 57-də. Biz çoxaltma dərəcəsi ilə D artiklı işlədirik. Ona görə birinci tərəfdə D artiklı. İkinci tərəf isə dünyadakı dağların ən ucası dediyinə görə yenə burada da D artiklı istifadə edəcəyik. In the world deyə bir birləşmə var və üstünlük dərəcəsi ilə D artiklı istifadə edirik. 58-ci testdə isə search axtarmaq, fortune şans, bravery isə cəsarət deməkdir. Ona görə də burada B, C, A şəklində uyğunlaşır. 59-da isə the white car over there is mine, mənimkidir. Deməli, burada A variantındakı my'dan sonra isim gəlməlidir. Y-dəki our-dan və C-dəki her-dən də sonra isim gəlməlidir. Ona görə burada A, Y və C variantları çıxır. Və ikinci tərəfdə isə B və D variantı arasında qalır. İkinci tərəfdə isə mütləq D-də isə your-dan sonra isim gəlməlidir. Amma burada ikinci tərəfdə isim olmadığına görə 59-a cavab B variantıdır. 60-da cavab isə birincidə apostrof S-dən sonra got görürük. Apostrof S-dən sonra got varsa bu have got, has got-un gotudur. Ona görə bu yəni səhvdir. İkinci düzdür, üçüncü də düzdür. Dördüncü səhvdir. Çünki burada bu hansı halda doğru olardı? Stella'da apostrof S olmayıb, Kevin'da olsaydı, Stella və Kevin'in qardaşı olacaqdı. Amma burada həm Stella'nın, həm Kevin'in qardaşı olduğuna görə burada xəbər təkdə yox, cəmdə olmalıydı. Ona görə də bu variantda səhvdir. Yəni 2-3 Y variantı doğru variantdır. Burada isə biz baxırıq. We stayed in the countryside. Biz kənddə qaldıq. We wish. Biz istədiyimiz qədər kənddə qaldıq. We stayed in the countryside as long as we wished. Ona görə burada cavab Y variantıdır. 62-də isə to make someone upset or angry by saying or doing something rude or unkind. Kiməsə kobud və ya sözlər deyərək və yaxud edərək onu əsəbi və qəmgin etmək. Bu isə A variantındakı offend, təhqir etmək mənasında olan sözdür. 63-ə baxırıq. 63-də isə zaman uyumudur və bunu ancaq biz variantlardan bilə bilərik. Burada isə cavabımız da variantlarda uyğun olan E variantıdır. Uploaded, watched. Niyə? A və-dən sonra will gəlməz və have də gəlməz. A və D variantı gedir. B, C və Y variantı arasında qalırsınız. Y-yə baxırsınız, B-yə baxırsınız. Uploaded keçmiş zaman, watch isə indiki zamandadır. Ona görə onu götürmürsünüz. C-də isə uploaded keçmiş zaman, amma have watched isə artıq bitmiş indiki zamandır. Yəni deyir ki, bloger yükləməmişdən əvvəl onlar artıq izləmişdilər. Bloger yükləməlidir ki, birinci sonra onlar izləsinlər. Ona görə C variantı yox, E variantıdır. Burada isə benzin sayılmır. Benzin sayılmır deyə C, Y və D variantlarını çıxırıq. Yerdə A və B variantı qalır. Burada deyir ki, we have got much petrol. Biz çoxlu benzinimiz var. We need to stop and get a little. Biz bunu dayandırmalı və daha azına ehtiyacımız var da, yəni. Ona görə buradan 64-də isə cavab A variantıdır. İndi isə gəlin növbəti səhifəyə keçək. Deməli, 65-də isə yesterday we made some mistakes during the project. Dünən biz layihəni edərkən nə səhvlər etdik? Burada mistake səhvdir və wrong sözü ilə sinonimdir. Make etməkdir, did də yəni etməkdir. Ona görə burada A variantı doğru cavabdır. 66-ya baxırıq. 66-da gördüyünüz kimi left verb 2-dir. Yəni keçmiş zamandadır. Keçmiş zamana isə biz keçmiş zamanla qarşılıq verə bilərik. Bu isə Y variantındadır. 67-də isə deyir ki, they could not take passengers on board. Deməli, biz burada bu cümlənin inkarda olduğunu biliriksə, bir cümlədə də iki inkar olmazsa, A variantı səhv olur və some
təsdiq cümlədə işlənir. Ondan sonra isə everydən sonra cəm isim gələ bilməz, amma burada passengers cəmdədir. Anyone törəmələrdən sonra isim gələ bilməz, passengers isimdir. Ona görə burada cavab B variantıdır. 68-də isə cavab bizdən antonimlər istəyir. 1 və 2-dir. Polite tərbiyəli, rude kobud, raw tea cooked pişmiş, diligent ağıllı, hardworking çalışkan, measure əsas, main əsas, essential vacib, necessary essential vacib, necessary də əhəmiyyətli vacib mənalarına gəlir. İndi isə 69-a baxaq. 69-da bizdən deyir ki, bizə günün yarısı zamanı cashier, yəni kassacı lazımdır. Burada isə deyir ki, bunun üçün insanlar da yaxşı ünsiyyət bacarığı və sadə riyaziyyat bacarığı lazımdır. Bizə müştəri xidməti ilə əvvəlcədən təcrübəsi olmuş insanlara daha üstünlük veririk. Burada isə cavab C variantıdır. Someone with communication and math skills is needed. Deyir ki, kim isə bacarıq ünsiyyətləri olan və riyaziyyat bacarıqları olan birinə ehtiyacı var. 70-də isə deyir ki, learn French this summer. Bu yay Fransa dilini öyrənin. Join our interactive and fun summer courses for kids and teens. Our qualified teachers provide interesting lessons and students enjoy cultural activities and games. Visit our site to register. Burada da deyir ki, biz yayda 6 və 18 yaşına kimi olan yeniyetmələrə interaktiv dərslər veririk. Bizim təcrübəli müəllimlərimiz var və onlar maraqlı dərs keçir və uşaqlar mədəni adət-ənənəvi fəaliyyətlərdən və oyunlardan həzz alır. Bizim saytımızı qeydiyyat üçün ziyarət edin. Burada isə cavab edir. The course offers language learning and cultural activities. Kurs dil öyrənmək və mədəni yox, cultural adət-ənənəvi aktiviteləri etməyi təklif edir. İndi isə 71-ci suala baxaq. 71-ci sualda isə deyir, əziz Alex, mən sənə təbiət, environmental, ətraf mühit haqqında keçirdiyimiz ətraf mühit haqqında keçirdiyimiz kampaniya haqqında danışmaq istəyirəm. Biz parkı təmizlədik, ağaclar əkdik, posterlər düzəltdik, ətraf mühitin çirklənməsi ilə bağlı. Bu çox ilham verici. Deyir ki, hər kəsin bərabər işləməsi, təbiət üçün bərabər işləməsi çox ilham verici idi. Ondan sonra isə burada cavab D variantı olacaq. Ella felt proud of the environmental activities. Ella təbiət üçün olan aktivitelərdən qürur duyurdu. Sonra isə mətindir. Mətni siz böyük ehtimal oxumusunuz. Mən oxumayacağım. Cavablar deyim sizə. Deyir ki, in the future people will also, gələcəkdə insanların birdən daha çox dili öyrənməyə ehtiyacı yaranacaq. Bunu mətndə deyirdi. Use French in African countries. Afrika ölkələrində Frans dilindən istifadə edəcəkdilər. Fransa dilindən istifadə edəcəkdilər. Ona görə burada A variantı olacaqdı. 73-də bizdən səhv fikir istəyir. Bu isə Y variantı idi. Dillər gələcəkdə yalnızca bir dil, uğur üçün bəs olacaq. Təbii ki, mətndə isə birdən çox dil bilməyin faydaları və niyə bilməliyik onu danışırdı. Elə mətndən nə haqda danışılır deyirdi. How tourism changes language. Deyir, turizm dilləri necə dəyişdirir haqqında danışırdı. Ondan sonra isə 75-də deyir ki, niyə ərəb dili daha önəmli olurdu? Cavab isə B variantıdır. Egypt and Saudi Arabia have a significant influence on world business. Çünki deyir, Misir və Saudi Ərəbistanın dünya biznesinə əhəmiyyətli marağı var idi. Maraqlanırdılar. Ondan sonra isə gəlin növbətisinə keçək. Növbətdə isə
Yox, bir dəqiqə. Növbətdə isə bizdən true, yəni doğruları istəyirdi. Hindi will become more important in schools in India. Elə bu cümlədə mətndə var idi. Deyir ki, Hindi dili Hindistan məktəblərində böyük rol oynayacaq. İkincidə isə kompaniyaların daha çox dil bilən işçilərə ehtiyacı olacaq. 77 isə listening idi. Burada isə listeningdə 77, yəni 77B, 78Y, 79A. 80'də isə 1 və 2 yanlış, 2, 3 və 4 doğruydu. Burada mən esse yazmışam, amma kitabçaya köçürəndə bunu mən fərqli cür köçürmüşdüm. Amma siz də bir nümunə olaraq bunu götürə bilərsiniz. Amma mən bunu bu şəkildə yazmamışam. Biraz dəyişdirmişəm.